Hər hansısa bir şəxsin sosial şəbəkə hesabına daxil olmaq istəyirsiniz, kiminsə səhifəsini izləmək, yaxud müasir proqramlar vasitəsilə arzuladığınız şəxsin mobil telefonuna giriş əldə etmək, kimlə yazışdığını və ya danışdığını öyrənmək niyyətiniz var, elə isə bizə müraciət edin. Və s. və ilə axır. Əziz vətəndaşlar, internet segmentində, xüsusilə də sosial şəbəkələrdə bu cür saxta reklamlar və şirinləndirici təkliflər sizin də qarşınıza çıxa bilər. Birmənalı şəkildə inanmayın, yalandır. Ödəniş qarşılığında bu cür saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi birdir. Sizi öz çirkin oyununa qurban etmək, şəxsi və bank kartı məlumatlarınızı ələ keçirmək, son nəticədə isə pul vəsaitinizi talamaq. Ona görə də təhlükəsizlik qaydalarına riayət edin. Heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməyin. Şübhəli halla qarşılaşdıqda isə dərhal polisə müraciət edərək özünüzü təhlükələrdən qoruyun.